Koç bürcü 14 may 2025-ci il. Ən çətin tapşırıqlar belə sizin səlahiyyətinizdə olacaq. Sağlam düşüncə, təcrübə və praktiklik sizə düzgün həllər tapmağa kömək edəcək. Bir çox qoçlar özlərini yaxşı tərəfdən göstərə və karyera yüksəliş şanslarını artıra biləcəklər. Gün məşğul olacaq, amma vaxt itirməsəniz hər şeyi etməyə vaxtınız olacaq. Ola bilsin ki, ailə üzvləri işlərinizə qarışmağa cəhd etsinlər. Onlara siz necə kömək edə biləcəklərini dəqiq deyin. Onda hamı qalib gələcək. Çoxdandır gözlədiyiniz xəbəri almağınız mümkündür. Ciddi məsələlərin müzakirəsi həm həmkarlarla, həm də yaxınlarınızla yaxşı keçəcək. Boğa bürcü 14 may 2025-ci il. Ehtiyatlı və təmkinli olsanız bunu edə bilərsiniz. Heç yerə tələsməyə və tələsik nəticə çıxarmağa ehtiyac yoxdur. Bəzi boğalar insanların sözünü qəbul etmə vərdişi ilə ruhdan düşə bilər. Məlumatı dəqiqləşdirmək və 2 qat yoxlamaqda tənbəllik etməyin. Bugün bütün həmkarlar dürüst və dəqiq olmayacaqlar. Sizin üçün vacib olan insanlarla kiçik fikir ayrılıqları ola bilər. Lakin nəzakətiniz münaqişələrdən qaçmağa kömək edəcək. Tədricən müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. Cazibədarlığınız başqalarının diqqətindən yayınmayacaq. Çoxları sizi yerləşdirməyə hazır olacaq. Çox güman ki, ofis romantikası başlayır. Əkizlər bürcü 14 may 2025-ci il. İnsan ancaq enerjinizə həsəd apara bilər. Demək olar ki, ümidsiz görünən işlərin öhdəsindən gələ biləcəksiniz. Bir çox əkizlər bir vaxtlar mübahisə etdikləri insanlarla faydalı əlaqələr quracaq və əlaqələri bərpa edəcəklər. Əgər ambisiyanızı düzgün istiqamətə yönəlsəniz, təsirli nəticələr əldə edəcəksiniz. Bütün ideyalarınız reallaşmayacaq. Təcrübəli dostların məsləhətlərinə qulaq asmaq zərər verməz. Sizi səhvlərdən və lazımsız xərclərdən xilas edəcəklər. Tələsik vədlər verməməyə çalışın. Onları yerinə yetirə biləcəyinizə zəmanət yoxdur. Xərçəng bürcü 14 may 2025-ci il. Başlanğıc sizin üçün asan olmayacaq, lakin bütün çətinliklərin öhdəsindən uğurla gələcəksiniz. Səhər başqaları ilə ortaq dil tapmaq həmişəkindən daha çətin olacaq. Əksər xərçənglər həmkarlarının dəstəyinə arxalanmamalıdırlar. Nəticələri tamamilə sizdən asılı olan işlərə diqqət yetirin. Heç bir yerə tələsməyin. Əhəmiyyətsiz səbəblərə diqqətinizi yayındırmayın. Vaxt keçdikcə pozitiv ruh halına düşə, bütün vacib problemləri həll edə biləcəksiniz. Sevdiklərinizə kömək etmək üçün öz işlərinizə ara verməli olacaqsınız və bu aranızdakı münasibətə çox müsbət təsir edəcək. Şir bürcü 14 may 2025-ci il. Tənbəllik etməsəniz və öz zəifliklərinizi əyləndirsəniz, təsirli nəticələr əldə edəcəksiniz. Sakitlik, tarazlıq və xoşməramlıq sizə müxtəlif insanlarla asanlıqla yanaşma tapmağa imkan verəcək. Danışıqlar uğurlu olacaq. Bir çox şir bürcü yaxşı fürsətlər görəcək və onlardan vaxtında yararlanaraq rəqiblərini qabaqlayacaq. Faydalı əlaqələr qurmaq, nüfuzlu havadarlar əldə etmək üçün əla vaxtdır. Axşam ciddi, səmimi söhbətlər üçün idealdır. Sizin üçün vacib olan insanlarla münasibətlərdə bir çox ziddiyyətləri həll edəcəksiniz. Qız bürcü 14 may 2025-ci il. Xırda-xırda fikirlərinizi yayındırmasanız, gələcəyə uyğun əsasını qoya biləcəksiniz. Bir çox qız bürcü ən yaxşı tərəflərini nümayiş etdirəcək, liderlik keyfiyyətlərini nümayiş etdirəcək və beləliklə rəhbərliyin gözündə özünü yaxşı tərəfdən göstərəcək. Danışıqlar və ictimai çıxışlar üçün əla gündür. İnandırma, hədiyyəniz tam şəkildə üzə çıxacaq. Yeni bir şey öyrənmək üçün yaxşı vaxtdır. Ən mürəkkəb məsələləri belə asanlıqla başa düşəcəksiniz və əldə etdiyiniz biliklər uzun müddət sizinlə qalacaq. Axşam kiçik bir ailə bayramı üçün idealdır. Tərəzi bürcü 14 may 2025-ci il. Gün olduqca ziddiyyətli olacaq. Çox şey sizdən asılı olacaq. Səhər saatlarında əhvalın dəyişməsi başqaları ilə münasibətlərdə çətinliklər ola bilər. Başqalarının fikrinə güvənməyin. İlk növbədə öz təcrübənizə, sağlam düşüncənizə güvənin. İlk cəhdə hər şey nəticə verməyəcək. Buna görə də əzmkarlıq faydalı olacaq. Günün ikinci yarısında əksər tərəzilər yaradıcı oyanışlar yaşayacaqlar ki, bu da onlara mürəkkəb problemləri həll etmək üçün qeyri-ənənəvi yollar tapmağa kömək edəcək. Çox güman ki, xoş və faydalı məlumat alacaqsınız. Axşam qonaqları qəbul etmək üçün əlverişlidir. Əqrəb bürcü 14 may 2025-ci il. Günə vacib şeylərlə başlamamalısınız. Daim xırda şeylərlə diqqətinizi yayındıracaqsınız. Bəzi əqrəblər vəziyyəti ağıllı şəkildə qiymətləndirmək, düzgün qərar verməkdə çətinlik çəkəcəklər. Detallara xüsusi diqqət yetirin. Buraxılmış detallar vacib ola bilər. Əvvəlcə cari tapşırıqlarınızı sıralayın. Sənədlərinizi sıraya qoyun. Bu, düzgün əhval-ruhiyyəyə girməyə kömək edəcək. Başqalarının maraqlarını, fikirlərini başa düşməyi asan tapacaqsınız. Buna görə də ciddi məsələlərin müzakirəsi yaxşı keçəcək. Bu təkcə işdə deyil, şəxsi həyatınıza da aiddir.
Ox atan bürcü 14 may 2025-ci il. Sağlam düşüncə və ehtiyatlıq bir sıra ciddi problemlərin öhdəsindən gəlməyə kömək edəcək. Bəzi ox atanlar dəyərli təkliflər verəcək. Bununla da özləri üçün əla işgüzar reputasiya yaradacaqlar. Sövdələşmələrin bağlanması, müqavilələrin imzalanması üçün əlverişli gündür. Çox müxtəlif insanlarla çox ünsiyyət qurmalı olacaqsınız. Lakin onların hər birinə asanlıqla yanaşma tapacaqsınız. Uzun müddətli əməkdaşlığın başlanğıcı ola biləcək uğurlu tanışlıqlar mümkündür. Axşam saatlarında ev işlərinə fikir verməli olacaqsınız. Bu, gözlədiyinizdən daha uzun çəkəcək. Bəzi şəxsi planlarınızı ləğv etməli ola bilərsiniz. Oğlaq bürcü 14 may 2025-ci il. Günün başlanğıcı çətin olacaq, lakin sonra itirilmiş vaxtınızı kompensasiya etmək şansınız olacaq. Həmişə yaxşı anlaşdığınız insanlarla belə fikir ayrılıqları ola bilər. Bir çox oğlaqlar diqqətini tanış, rutin işlərə yönəltməli, tali yüklü qərarlar verməməli və riskli layihələrə qarışmamalıdırlar. Vaxt keçdikcə özünüzü bir yerə çəkə biləcəksiniz. Bir çox vacib problemləri həll edə, başladığınız bütün işləri başa çatdıra biləcəksiniz. Etibarlı müttəfiqlərin məsləhətlərinə qulaq asmaq zərər verməz. Onlar sizə perspektivli ideyalar verəcəklər. Dolça bürcü 14 may 2025-ci il. İmpulsiv hərəkətlər pis nəticələrə səbəb ola bilər. Buna görə də bir çox dolça bürcünün özünü idarə etməsi, hər addımını diqqətlə nəzərdən keçirməsi, başqaları ilə mübahisələrdən qaçması çox vacibdir. Rəqabətə həvəsiniz artacaq. Bu enerjini işinizə yönəltməyi bacarsanız, ilk uğurlar özünü çox gözlətməyəcək. Həmkarlarınızın və rəhbərliyin gözünə nüfuzunuz xeyli artacaq. Yaxınlarınızla danışıqlar aparmaq, mübahisəli məsələləri müzakirə etmək üçün ən əlverişli gün deyil. Axşam saatlarında sakitləşmək və dinclik tapmaq üçün özünüzlə tək qalmağa dəyər. Balıqlar bürcü 14 may 2025-ci il. Cazibədarlığınız çox artacaq və bu, bəzi məsələlərin həllinə kömək edəcək. Siz hətta çoxdan bədxahlarınızı belə qazana biləcəksiniz. Yeni layihələrə başlamaq üçün çox əlverişli zamandır. Bir çox balıqlar gizli istedadları oyadacaq. Ona görə də çətin vəziyyətlərdən orijinal çıxış yollarını tapmaq asan olacaq. Optimist münasibət istənilən sürprizlərin öhdəsindən gəlməyə kömək edəcək. Bəzi kiçik kommersiya uğurları mümkündür. Bununla belə başınızı itirməyin. Gələcəkdə öz israfçılığınıza peşman olmamaq üçün ani istəklərə çox pul xərcləməyə tələsməyin.